Necə bu gün bilirik ki, Palaniləri İrana şah eləyən İngiltərə oldu. Hala bu gün də nəticəyə çatmışıq ki, Xomeynini də Fransadan gətirdilər. Yəni onu da qərbi ölkələr gətirdi, İrana hakim elədi. Buna bir dənə də sənəd. Xomeyni gəldi, İsrail dedi gerək yer üzündən silinən. İsrailin bir tək düşmanı var idi. O da Saddam Hüseyn idi. Saddam Hüseyn 39 dənə raket sıxdı İsrailə. Dedi ki, o adama deyərəm ki, 40-cı nüsxa. Xomeyni İsraili düşman tanıttıraraq İsrail qaldı, getdi Saddam Hüseynlə 8 il savaşa girdi. Və o 8 il savaşın içində İranın silahı qutaranda İrana İsrail silah verdi. Baxın, nə gözəl oyundur. Yəni, nəticə alırıq ki, bu hakimiyyətidəki var, Cumhuriyet İslamı İran, bu hakimiyyəti ki var, bunu da İsrail qoyub başımıza. Ərəb ölkələri bunların əlinə verərək ki, Osmanlı bir də qurulmasın deyə, Türkiyə o ölkələrə yenə əl qoymasın deyə İrana təslim elədi. İraq olsun, Suriye olsun, Lübnan olsun, Yemen olsun, əmsalı bu ölkələr. Və ki, orada terörist yetişdirərək İran rejiminin əlindən gəldi nə elədi? Hər gün Qəzzədən, Filistindən, Suriyedən İsrailə saldırtırırlar İran əlinə və İsrail orada coğrafiyasını, ölkəsini böyüdür. Və necə olar? Nə gözəl oyundur.